Hətta iddialar qaldırırlar ki, həcc ziyarətində orada kəsilən qurbanların deyir, əti hara gedir? Biz hər bir zəvvar bilirik ki, həcc ziyarətində qurban kəsir. Deyir, onun əti hara gedir? Orada kəsilən qurbanların ətləri ehtiyaclı olan müsəlmanlara paylanır, qardaşlar. Açın interneti, hər kəs yaxşı istifadə edir axı. Bir yazın, Səudi Ərəbistanda kəsilən qurbanlar hara gedir? Azərbaycana da gəlir, qardaş. Son dəfə mənim oxuduğum xəbər saytından 60 ton orada kəsilən qurban əti Azərbaycana gətirilib, ehtiyaclara paylanıb. Həclə bağlı yanlışlara uymaq lazım deyil. Yaşayan birisindən orada o şeyləri görüb və yaşayan birisindən soruşmaq lazımdır, qardaşlar. Həcə gedirsiniz, deyir, orada sizə deyir, şeytana atılacaq daşı pulla satırlar, 10 dollara, 5 dollara. Qardaş, heç vaxt görməmişsiniz onu. Niyə İslam ləkələməyə çalışırsınız? Nə istəyirsiz eləyin, amma günəş palçıqla suvanmır. Bu din parlaqdır, tərtəmizdir, bir günəşdir. Atılan sirkabların heç bir ona yapışmayacaq, heç satmayacaq.